Bakın, ettiğin o günah başka bir günaha kapatır. İnsan günah edir. Belə bir misal var ərəblərdə. Deyirlər ki, el-həsənətu ləhə əxavatun. Yaxşılıqların misli var. Onu çəkən, onu dəstəkləyən bir məsələlər var. Eyni ilə də pisliklərin. Yaxşı işlər yaxşı işləri çəkir gətirir. Pis işlər, Allah qorusun, nədir? Pisliklər gətirir. İnsan mujarrad olaraq günah edirsə, sonra bundan sonra nədir? Günahlara, başqa günahlara kapatır. Allah korusun. Ettiğin o günahlar səndən nemətlərin getməsinə səbəb olacaq. Ettiğin o günahlar birinci, səbəb olur ki, başqa günahlar edəsən, başqa günahlara kapatılır. İkinci nədir? Səndən nemətlərin getməsinə səbəb olur. Üçüncüsü, həmin o günahlar sənin Rəbbinin dərgahındakı hörmətini salacaq. İnsan Allah qatında hörmətdən düşür. Bu cür nə olmur, subhanallah. Fikir verin, mucarrad olaraq insan Allah qatında hörmətdən düşən kimi arxasında gələn mərhələyə fikir verin. Etdiyin o günahlar sənin insanların qəlbində olan sevgini azaldacaq. Hətta insanların o günahlardan xəbərləri olmasa belə. Fikir verin, subhanallah. İnsan günah eləyir, hər hansı bir günah. Baxın, dünənləri salih bir iş görüb bir insan, salih bir iş görüb. Bu işin müqabilində Allah subhanahu teala başqa insanların qəlbində onun məhəbbətini yaradır. Mucarrad olaraq, dünəndən bu gün arasında fərq bir gün. Bu günləri Allahı qəzəbləndirən bir iş görüb, Allah subhanahu teala insanların qəlbindən o sevgini götürür. Fikir verirsiniz? Yəni, mucarrad olaraq sən Allahı qəzəbləndirən kimi, Allahla təklikdə qaldıqda, günahlardan çəkinməyən kimi Allah da sən insanların gözündən salır. Hətta o insanlar o günahdan xəbər olmasa belə.